O nədir? Kola. Kola. O boşdasına nə qədər verdin indi boşdası? 5 manat, 5 manat, 5 manat, 10 manat. Doludur, kendimiz doludur, dağılı zamanla. İndi qramı neçədir belə? Gramı 25'ə, 30'a. Qramı? Hə. Məsələn sən lap elə ucuzlaşır. 25 manata o İranlı, hamısı İranlı da ve kənddə gezib atan olmur. Ancaq pulum var, İranlı atır yoxdur, belə kənddə yoxdur. Ancaq İran. Belə gəlib ay qramla, tekni alacaq, neyiniz, belə bir şeylər yoxdur. O elinden alçapan vursun, kol vursun, malı vursun, ev limon söylesin de belədir, də toxudan başqa. Özü yaxşı sənətkardır. Elektrikdən başqa. Ha. Elektrikdən başqa hər şey. Hər şey bacarır. Gülbaş olur, beybəxt elə bir şey. Hər şey. Ama necə o utanma, çəkinmədə, xəstəyəm, Narkoman xahiş edirəm, kömək edin. yaxşığı da deyil. Nə gündəyəm? Ən pis yerlərində Burada yatıran, burada qrup olursa, yatıran qrup olursun, ödürürəm. Bilməyib dadına baxmışam, düşmüşəm bəlaya. Hə də 15? Ha, vəsə bax gəlir gözlər axır ki. Kulvatda. Yo, kulvatda var. Ben qoyayım bir gram soxum. Bir gram sos belə, ha, vallahi. Yox, ana kulvat. Qapını ört qaqa, istir içəri. Hə, bir dənə bağla, bura. Bir dənə pərdəni salmayız, akroy pərdəsi akuratla. Bir dənə zəhmət, bir dənə təmizin burnu, bir dənə. Mikrofon da onun mikrofonu da artırsın. Yo, gün burada sallanır. Vallahi. Köpəğinin patısı. Ha, sən o. Vallahi. Yan burada. Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. Nətərsən? Allah kimiz yaxşı olasın, sağ ol. Ucadan danış, mən eşidim. Sağ ol, yaxşıyam siz. Yaşın neçədir qardaş? Yaşım 25. 25. Bəli. Adın? Adım İslam. İslam. İslam, elə bil ki 15 yaş özündən, yaşından böyük görsən. Mən yeniyetmə yaşını satmamış 15 yaşında mən narkotik istifadə edirəm. Piyano damara başlamışam, nə çəkmişəm, nə iynəmişəm. 15 yaşında. 15 yaşında. Nətər oldu? Kim anlatdı səni? Yoxsa özünün meylin var idi, marağın var? Meylim belə 15 yaşında kim meyli olar, xəbərim yox idi belə bir şeydən də. Prosta toyda idi, xalamın toyu idi. Qonşumuz var idi, rəhmətli. Rəhmət düşür ona. Düşmür, yox, düşmür. Prosta ki, yəni rəhmətə gedib də. Həbir ki, piyan idim, qayıtdı ki, sən indi belə şey yaşatsan. 15 yaşında piyan idin. O mənə süzürdü, çaxır, içirdim. Bir gizlin içirdim. Toy yəni başlamamışdı, biz orada gedirik, gəlirdik, kömək edirdik, qonaqlar qarşılayırdıq. Çaxır süzmüşdüm, bir şeydən içdim, mənə gedək, mənə gələk. Hoşum düşdü, toyda ayaq yoluna düşdük. Hoşum bu neçə eləyirdi, mən onu kömək elədim, əlini sıxmağa. Qayıt səni də verəcəm indi, xoşun gələcək. Dedim, yox, mən iynədən, həqiqətən qorxurdum da iynədən. Mən iynəni görəndə evdə ağlayırdım, qışqırdım ki, hoşum iynə vurmayın da. Həm ayaq yolunda mənə vurdu, birinci o tutdum, o vurdu, sonra mənim üçün düzəltdi. Burada ayaq yolunda çıxdı getdi. Mən də orada yatmışam, bütün evdəkilərimizin hamısı mənə axtarıbdı orada. Bütün toyxana qutarıb, uşaq yoxdur. Hoşum dayım girib ayaq yoluna ki, hoşum bir də ayaq yoluna qapısı bağlıdır da. Açıb qapını görüb orada yatmışam, ayaq yolunda yatmışam, toyda. Restoranda da orada. Hoşum, nə olub sənə? Mən içmişdim də. Gəldim evə, biraz dalmadılar. Uzandım, yatdım. 2-3 gün sonra evdə remont başladı, orada evdə iş var idi də. Qonşumuz da usta idi. Gəldim kömək eləməyə. Qayıtdı ki, gedək mənə gələn gələk. Demən gedək də. Getdik bu ilə, bir dənə yer var idi orada. Aldı bu istifadə elədi. Qayıtdı, səni saxlamışam. Qalxanı bu dəmir yolunda, qalxdı ora. Bir də qoluma vuracam, yatmırsın, qorxma. Demən yaxşı, vurdu qoluma, səbədə oldu, yatmadım. Gəldim, kömək elədim, işlədim, kömək elədim. Yatdım, durdum. Belə-belə başladım. Belə-belə başladım, həmin insan tutuldu sonra. Haradan gəlib almırdı. Keçəndə oradan qayıtdım, biz falan adamla gəlirdim də burada. Deyir, nə istəyirsən? Dedim, yox, deyirsən, balaca uşaqsan, eləmə, deyir, ged evə. Dedim, bəs istəyirəm də eləməyə. Məsələn, artıq pul verəm, mənə az ver. Deyir, belə olar. Mən ona artıq pul verdim, o mənə az verdi. Bir dəfə belə, 2 dəfə, 3 dəfə, 4 dəfə, 5 dəfə belə. Axır ki, ayırdım ki, oradan narkomana.
Həyatım sönüb. Nə oldusa mənim toyda oldu, başıma gəldi. O həmin gün oldu. Nə oldusa o gündən bu yana mənim həyatım söndü. Yəni ki orada da məni bastırdılar qəbrə vəsə. Yorbacar oldu. Hayır ki orada mən bizə həmin o yerdə nə bir orada da məni bastırdılar da. Orada hep sönür də insan həyatı sönür. Yaşayış olunmur. Həyatın olunmur. Adın olunmur, sanın olunmur, hörmətin olunmur. Kim deyir ki mənim hörmətim canım? Narkotik, narkoman bir insan. Vallahi hörmətsiz bir insandır. Məsələn, mən olardı 20 yaşım ya da ki, məsələn, Ağlın ağlım kəsən var. kəsəmatı mən deyərdim, bu 30 masaj deməzdim. Mən 15 yaşım oldu. Həqiqətən 15 mən xalamın toyunda indi çeki tapsam göstərəm sizə çekini xalamın toyunda. Bax bir dənə çeki çəkdim ki, toya girən kimi bir çekimiz olub. Ondan sonra toy necə oldu, necə olmadı mən 15 yaşım oldu. Mən heç bilmirəm narkotik olan şey. Mənim evimdə heç siqaret çəkən olmayıb. 30 liranın neçə yaşı var idi o vaxtda? Bilmirsən, yekə idi səndən yoxsa da uşaq? Yox, 57, 56 belə olardı. Yaşlı adam ya. 57 yaşlı kişi 15 yaşlıya iğnə vurub, mal vurub, ha? Ya özü birinci dəfə damara. Orada yatmışam, çıxıb gedib. Orada ölərəm, orada qalaram. Fikirləşmir də nə oldu. Çıxıb gedibdir. İndi ola bilər arada gəlib açıb baxıb mənə, ya açıb baxmayıb, bunu yalan deyirəm. Mən yatmışam. Yatmışam, mən toy qutarında bütün toyxana axtarır ki, uşağına yoxdur. Bir gün azır, bir gün bitiyim. Gərək həmin vaxtda anava deyərdin sən valideynlərə ki, mənə iğnə vurub. Həm bəlkə qorxudan deməmişəm, həm yox, sən deyim ki, mənə tapşırıb ki, deyib demə, yox, belə bir şey olmayıb da, mən heç tapşırıb zədərəm, deməyib, deyib demə, evdəki yazılar. Desəydin, bugünkü gün belə olmazdı. 100%. Bəlkə qorxmuşam, qorxumdan deməmişəm. Böyle söz. Ona görə mən dedim ki, orada içki içmişəm. Mən heç, həmin gün döydülər, həm yatdım, gəldim, yatdım necə. 2-3 gün sonra tez həmin insan gəldi bizə işləməyə. İslam işləyib eləysən, Hal-hazırda ümumiyyətlə, nə işlə məşğul olmuşsan? mən ev remontu bazarım. Aboy, astar, üzlük, yer, patolog, kapel, metlaq. Amma işləmirsən, Yox, işləməm deyəndə ki, işləyə bilmirsən. İşləyəmirəm. Taqətim yoxdur. Valla səhər duram, Allaha yalvarıram ki, necə düzəliyim. Axşam yatanda Allaha yalvarıram ki, səhərə bir şeyim olsun. Gün güzaran ancaq bu da naim mənim. Ancaq bu. Başqa beynimdən bilən bir şey getmir. Ay mənim evim necə olacaq, ay mənim sabahım necə olacaq, ay bir saat sonra necə olacaq. Mən ancaq fikirləşirəm ki, ay necə tapım bunu, ay necə eləyim bunu. Necə deyim, ay necə düzəldim onu, vurum, bilməm, bura biləcəm, yoxsa bura bilməyəcəm. Paxa vursan da, ha? Baxa bura. 15'im vardı, uşaq idim hələ. Əlimdə oyuncaq, ruhum təmizdi. Bir kölgə yaxınlaşdı, adını bilmədim. İğnə vuruldu, taleyim dəyişdi. O an bitti uşaqlığım, bir səhv deyil, bir cinayət. Zaman məni bağışlamadı, ömür boyu bu əsarət. Yine də qaldı uşaqlığım, qaranlıqda böyüdüm mən. Bir adam aldı gələcəyimi, indi peşmanam hər gecə. Mənə 25 yaşım var. 10 ildən 2 il mənə qalmışam. O 2 ilin içində bir 7 məşğədə olmuşam. Müalicədə. Sonra tutulmuşam. Srokdan çıxdım. Bir il eləmədim. O şu 40 gün mən məşğədə gəlmişəm. Ən çox qaldığım 8 gün olub. Ən çox.
Belə olub ki, məşləqə getmişəm. Axşamı yığmışam ki, evdəkilər gəlin aparın da. Gəlməyiblər. Biz orada şuluq eləmişəm. Demişəm, buraxmaz. Həkim yığıb ki, biz narahat edik də biz hamısımızı o da xəstə. Bunu buraxırıq. Oradan buraxıb hələ o xəstəxana, məşləqədə tapmışam. Eləmişəm, gəlmişəm evə. Narkoman 300 metrdən görə tanıyır. Yerişindən, bidilindən, basonundan, hərəkətindən. Həbsxanada da olmusan? Həbsxanada da olmuşam. Nə qədər? Neçə vaxt? Mən də qandal pozuntusu zədələdim. Getdim Əli Valəmdə, Şirvana getdim. 3 il qandal vermişəm, onu yarı bölüdədir. 1 il 5 ay, 2 ayda suda düşdüm həbi. 1 il 3 ay həbsim olub. Hansı həbsxanada? 5 sayıdır. Səlyanda, Xələcdə. Çətin olar orada. Çətin, çox çətin. Çətin demək, çox çətin. Nəyi çətindir, çox çətin. Denən ki, qoy sənə baxanlar bilsinlər həbsxanaya. Mənə baxanlar birincisi o n sözü narkotik aid. Birincisi ən baş siqaret, başlamazınlar. İkincisi içki, üçüncüsü belə də gedir daşı. Bu avaracılıq həyatından uzaq olsun da bu həyat deyil. Bir daha hal-hazırda kazinoya dolanıram. Orada? Ancaq kazinoya dolanıram. Mən indi ancaq 3 manat tapıram, kazino utdum, çıxartdım. Gedirəm, alıram, yanına yazdım, atdı, getdim, aldım. Malım biraz çox olanda mən xoşbaxt olurum. Amma olmayanda söz, yəni bədbəxtçilik, yəni fikirləşəm ki, mən birinci fikirləşəm ki, pul aldım, tam kazinoya vururum, kazinoda udum, daha ki, belə də gedir. Udmaq olur başqa kazinoda? Mən belə dolanıram da, kazinoya dolanıram. Udmaq olmur, yox, uduş söhbəti yoxdur ya. O verdiyini səndən alacaq, 100%, sənə verdiyini necəsə alacaq. Qeyri-mülk. Mən misal üçün dünən də gecə 270 manat pul utdum, uduş mənim yoxdur. Afyor çoxsu yalancıdır. Vermədilər? Yox, vermir. Atır mən bloka. Başqa adına yazıram, nömrəni yazıram ki, kart yaz, atır. Amma özümlə yazıram ki, bir xətt atıb bloka. 200 neçə manat? 270 manat. Nə qədər pul qoymuşdun? 3 manat. 3 manat. Verməz axı onu orada. Yox, misal üçün belə olub ki, elə olub ki, verir. Ha, mən belə olub ki, 3 manat qoymuşam, 1200 manat bir dəfə aparmışam. 3 manata 1200 manat aparmışam. 1200 manatla nə eləmişəm? 500 manatı vermişəm narkotika, qalan da hamısını düzmüşəm orada. Təzdən qoymuşsan kazinoya. Ha, tezdən qoymuş hamısını düzmüşəm. İstifadə elə basıram, töp gedir özü. Meyvələr, hə? Ha, ancaq meyvə ya da pinap. O da bəladır. Asıllıqdır da. İnan sübəkə mən sizə deyərəm ki, o bəqəm, həqiqətən narkotikdən pisdir o. İnan sübə belə olub ki, lomkada olmuşam, öz əmin vasitəmi almamışam, oyuna vurmuşam. İstəmişim ki, orada udumu çıxardım, çox alım. Mən bilmirəm ki, o 5 manatlığı mən necə varam, belə də qalacağam. Amma fikirləşmişim ki, mən buradan utdum, mən lap yaxşı sanaram da. Həqiqətən belə bir şey olub. Gözüm mən ağramışam, durmuşam yuxudan ki, 5 manat pul tapmışam, vurmuşam oyuna. Danışmışam əmin adamla da, deyib, var, şəkil atacam, sən gəlib getirərsən. İndi hal-hazırda kənddə heç nə yoxdur. Əmizanda heç nə, ancaq şəkillə yazırsan. Mal yoxdur kənddə? Yox. Bəs narkomanlar necə əldə edirlər? Ancaq deyir, bu nömrə ilə, İran nömrəsi 2-3 dənə, onlarla atırlar, gəlib getiririk. Pulunu atırsınız ora? Hə, atırlar, gəlib getiririk. Malı da elə Əmircanın içinə atır? Məhəlləmizə, qapımıza, nə bilim, açıram qapının ağzında. Məsələn sən? Valla. Atırlar ha? Hasan gəlib atır, necə gəlib qoyurlar, necə olur, nə bilim. O gün şəkil atdım, mən şoka düşdüm. Düp bənci qapının üzrə pirezin üstündə. Pul atdım, dedim, biraz imkan varsa yol pulum zadım yoxdur da, dedim, sigaret pulum yoxdur, yaxın bir yerə. Deyir, hansı ərazidə qalsın, dedim, Surxanı. İranlıya deyirsən? Hə, indi o İran nömrəsi, dən İranlıdır da. Dedim, Surxanıda qalıram. Ha, deyir, ataram abi. 2 dəqiqə keçmə, deyir, dəmir yolumuz, bütün çelinə su göstərəm, dəmir yolum, düp mən dəmir yolun qırağında. Köşkün yanında? Köşkün arxasında. Çıxdım, getirdim, gəldim. Bir dəqiqənin içində. 100 metrdə buradan köşkada, 100 metr oldu. Getdim, gəldim.
inanıram ki biz 90% valideynlər sizə baxır, ayılır ki, nə cür eləmək lazımdır. Uşağı bir damcı belə ayağı burxanda o ki bir kən Nahir müəllim onu demişdi. Hansısa narkoman bu sözü demişdi ki, hə, bir dənə kontrol edeyim uşağı, bir dənə baxım, yoxlayım uşağı. İndi bax bayaq qəbul elədin ha, istifadə elədin. İndi səhərə kimi yatdı yoxdur ha? Yoxsa yatdı? Yoxdur, heç bir saat sonra gəlin canım siz gəlin başlayacağım axtarma. Həqqi. Valla. Onun üçün pul çatdırmaq olmaz. Pul çatdırma deyəndə ki, demək sizə, deyəm, siz o qədər şeyə nə qədər verdiniz? 20 manat. Ya belə yığırsan ki, pulum yoxdur, gəlim, yəni gəl. Tıp atdı, getdin, gəldim. Pulsuz da verir. Həndə yazırsan ki, vəziyyət pisdir, versin. İranlı pulsuz da verir. Həndə yazırsan ki, vəziyyətin pisdir, canım ağrıyır. Hə, atıram da, getir. Gəl. Valla. Atdı, getdin, gəldim. Narkomaniyadan sağalmaq olur səncə İslam? Belə gördüyümə görə hə olur. Belə mən istifadə olan olub, sizlə bir yerdə də Yunus, Bilbəl Yunus. Bir yerdə yəni istifadə etmişim, maşallah. 4 idi ki, sağlamdı. Allah əbəd eləsin, inansız. Sevinirəm də mən. Mən kimi görürəm, sevinirəm valla. Mənim evdə balaca qardaşım var. Heç onun əlinə o evə girməm ki, görməsin məni. Bizə gəlib girəm, ancaq burada tək qalırım. Burada qalsın. Hə, tək qalırım. Bizə utanmam, balaca qardaşım var evdə. Gelim onun yanında. Girim ağrıya, çıxım ağrıya. İstifadə vaxtı. Nəmi belə deyim də, qayıqda gelim, girim yanına çıxım. Deyir ki, bu patı var ha, patı kakos. Kişilərdə kişilik hissini də öldürür də. Düzdür o. Yalan deyil. Bu belə deyirlər ha. Yox, indi səndə nətərdir? Məsələn, qadınlara qarşı, qadına qarşı da indi... Narkoman heç bir də narkoman o qadına qarşı hiss çətin bir şeydir. O yoxdur. Yoxdur deyəndə ki, istəmirsən, deyəm axı, ay mənim. Sənin fikrin, zikrin, yeməyin odursa, hansısa bir qadına qarşı sənin fikrin olar. Heç də fikirləşmirsən, nə sağa baxırsan, nə sola baxırsan. Narkoman işi ancaq odur, baba. Başını sağda aşağı, getdi öz üçün dalını qayıtdı. Hansısa qadına baxmaq olur, hansısa çətindir. Heç bir dənə bir şey beynindən keçmir, fikrindən keçmir, ağlından keçmir. Bizim mərkəzdə narkomaniya, alkoqolizm, qumar asıllığı və digər asıllıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayıqam. Mən də 35 ildir əziyyət çəkirdim, bütün ömrümü, günümü, həyatımı kül elədi. Şükürlər olsun Allahın böyüklüyünə ki, bir-iki gündə 2 ildir reabilitasiyadayam, sağalıram. Mənim də 17 il ağır narkotik istifadəm olub. 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz. Gəldi Yunus. Yunus, gəl. Yunus, qardaş deyir ki, bir yerdə istifadə eləmişsiniz. Çox. Hə? Çox olub, çox. Olub. Belə bir vaxt olub ki, bir yerdə qalmışıq elə. Pis vaxtlarımda olub da. Bizə baxan indi elə insanlar var ki, elə valideynlər var ki, elə həyat yoldaşları, analar, atalar var ki, övladlarına qarşı inamsızlıq var ki, sağalmaq olmur, mümkün deyil. Amma gördüyünüz bax, bu Yunus qardaşımız 4 ildir bura. 4 ildir sağalıb. Həmən buna baxıb inanc çox vaxt deyirəm, inanc buna baxıram. Bir dənə videosuna həvəsə gəlsin. Ayda 5 dəfə baxıram. Hansı videosuna? Deyir burada bu dəyişən videosu bu. Necə oldu bu? Dəyişdi. İnanc valla. Bir ayda belə olub ki, valla 5 dəfə baxmışam. Baxmışdım bu. Yunusla mən gecə-gündüz yatmışam, durmuşam, oyanmışam. Baxıram deyirəm, heç vaxt inanmazdım. Allah
nə bilim Allahdan necə yol açdı, həm sünəli bizlə də mən belə Mən fikirləşəndə. də inanmırdım. Ha, valla. Yəni deməyimiz odur ki, sağalmaq mümkündür. Sağalmaq deyilən bir anlam var. Düzdür, sağalmayan da var. Yenidən qayıdan da var. Amma nəticəmdir bax bu mənim. Bir də söz deyim sənə. Bizim nəticəmizdir. Otur, əyləş Yunus. Bizim nəticəmizdir Yunus. Mən Yunusla fəxr edirəm, Yunus kimi sağalanlarla fəxr edirəm. Yunusun üzərində əziyyət çəkən reabilitasiya mərkəzi var, sağaldan Azad Həyat. Azad Həyat, Həmid müəllim sağ olsun. Bax çıxardıb hardan, dibdən, bataqlıqdan çıxardıb. İnşallah ki bir gün, belə bir gün sənin üçün də olar. Bu çəkilişdən sonra, bu sehirli kameramdan sonra sənə də bir düşərli olar. Mən də xahiş edirəm. Mən də gəldim Yunusu çəkdim. Paylaşdım, paylaşandan Həmin gün yadımdadır. Paylaşandan sonra kömək oldu. Mən yalnız qıraqdan baxırdım. Xəstəxanada sağalma yoxdur iş o Məştəqada. Bax burada sağalanmaz evdə. Ay gedim dərman alım uşağa vereyim, ay pul verim. Yoxdur, o yoxdur. Olan hamısını eləmişəm. Bir dənə sağalma yolu var, reabilitasiya mərkəzi və proqramı. Mən ona inanmışam. Mən çox utancaq da mən 27 yaşı var, qocalıq 25, 26. 26. Bax bu qardaşımızı 25 yaşlı İslam qardaşımızı 15 yaşında olarkən toya gedib damarını deşiblər, alladıblar yox uşaqdır, qanmır, bilmir 15 yaşında. Mən Bu qansaydı, bilsəydi, yəni uzaq olardı, eləməzdi, deyərdi qapazı qoyardı qulağının dibindən ki, sən nə edirsən? 15 yaşında uşağı 57 yaşlı bir kişi qardaşımızı bir gün bədbəxt edib zor söz dedi. Dedi mən elə həmin 15 gün mənim damarımı deşən vaxtı mən öldüm o gün. Həmin gün öldüm valla. Həmin gün sönür də həyat söndü. O sönən, bu sönən hər iki sönmüşəm də ki. Yaşamamışam. Mən bu 15 yaşımdan bu yana mən yaşamamışam. Mənim günüm yoxdur, gün sayılanım yoxdur. Bax səhərəm asılır o, axşam yatanda o, gündüzüm o, yeməyim o. Mən misal üçün deyirəm ki, keçən üçün yemək alım yeyi, ya da ki narkotik istəmirəm, mən o yeməyi seçmərəm. Bəlkə acından ölərəm, mən onu seçmərəm. Mən o vacibdir, narkotik mən vacib. Biz ona görə o tələb eləyir. Canım tələb eləyir, canım ağrır, mən istəmərəm. Bu tələb bilməmişəm, nə olan şey, nə vasitədir. Valideynlərin uşaqlarını necə nəzarət eləməlidir səncə İslam vaxt? İndi sən də özün bir gəncsən. Bax çox sıxmalı deyil. Yəni ki, çox qapalı saxlamalı deyil. Biz uşaq beyni açsan kimi hər şey coşur da. Kimdə nə görsə həmin şey qaçır. Mən belə fikirləşirəm də. Biz niyə? Mən çox biznes bağlamışam, anamdan bağlı olmuşam da. Bütün gün bax anam bir dənə İslam 300 metrdən uzaqdan dub qaçırdım evə. Çox bağlı olmuşam. Deməm ha kimsə günahı var. Çox sıxmaq lazım deyil. Uşaqlara çox sıxmaq lazım deyil. Biz niyə? Çox azadlıq da vermək lazım deyil. Svoboda biz necə rahatçılıq da necə istəyirəm belə yaşamaq o da lazım deyil. Ay mənim uşağım belə istədi, kimsə uşağında var, mənim uşağım niyə olmalı deyil? Onlar olmazı bilməlidir. Qorxmalı deyil anadan, nə atadan. Ya onda var, mənim uşağımda da olmalıdır. Mən istəyirəm, çox alıb getirməliyəm. Yox, belə bir şey olmalı deyil. Hər şey kontrol olmalıdır. Yine de kaldı uşaqlığım, karanlıkta büyüdüm ben. Bir adam aldı geleceğimi, indi peşmanım her gece. Yine de kaldı uşaqlığım. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim, 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı.